Sualın cavabını və izahını gözləyən şəxslər diqqətlə qulaq assın. Sual belə idi ki, bu şəraitdə hərəkət ardıcıllığı necə olacaqdır? Hər zamanki kimi ilk növbədə şəkli incələyək, dərhal cavab verməyə, variantlara baxmağa qaçmayaq. Diqqət edin. Baş yol nişanı var. Baş yolun istiqamətləndiricisi var. Başqa sözlə desək, bu yol ayrıcına göy rəngli avtomobil və sarı avtomobil baş yolla yaxınlaşıb. Qırmızı rəngli avtomobil ikinci dərəcəli yoldadır. Yaşıl rəngli avtomobilin sürücüsü isə ümumiyyətlə bitişik ərazidən çıxır. Yəni duracaq yerindən çıxır. İlk növbədə gəlin baş yolda hərəkət edənlərin hərəkət trayektoriyasına baxaq. Baş yolda hərəkət edən birinci növbədə göy avtomobildə hərəkət etməlidir. Çünki bəli, sarı rəngli avtomobil də baş yoldadır, lakin göy sarının sağında olduğu üçün birinci göy hərəkət edəcək. Birinci göy hərəkət etdimi, ikinci sarı rəngli avtomobil hərəkət edəcək, üçüncü qırmızı rəngli avtomobil hərəkət edəcək, ən axırda yaşıl rəngli avtomobil hərəkətini davam etdirə bilər. Sağ olun, sizinlə mən Rıza Məmmədov idi.